Hər kəsə salam. Nəhayət ki, evimizin boş otağını artıq doldururuq. Bu video qızımın paltarlarını və əşyalarını yerləşdirməklə bağlı olacaq. Uzun araşdırmalarımdan sonra yaxşı bir mebel şirkəti tapdım və oradan mebellər sifariş elədik. Burada hələ ki mebellər tam quraşdırılmayıbdı. İndi yaxşı mebel şirkəti tapmaq çətindir, güvənmək ondan da çətindir. Artıq yavaş-yavaş qızımın əşyalarını açırıq. Burada da pişiyim gəlib onun əşyaları ilə oynamaq istəyir. Evə nə alınsa elə bilir ki, onundur. Mənim qızımın paltarları təkcə 0-3 aylıq paltarlar deyildi. Demək olar ki, yaş yarımına qədər olan paltarlar var idi. Buna görə də mamam, bacım bizdə olanda onları aylarına görə ayrı-ayrı qutulara yığdıq. Yəni 0-3 ayı 1, 3-6 ayı 1, 6-9 1, 9-12 1. Bir də 1 yaşdan sonraki bəzi paltarlar var idi. Onları ayrı-ayrı korobkalara yığdıq. Buna görə də mənim üçün onları yuyub ütüləmək daha rahat oldu. 0-3-ü bir yudum ütülədim, 3-6-nı bir yudum ütülədim. Belə-belə hissə-hissə yuyub ütülədim. Mənim üçün çox asan oldu. Yəni bir də ölçüləri içindən axtarmağa gərək olmadı. Paltarların etiketlərini kəsirəm. Uşaq paltarları balaca olduğuna görə, xüsusən də əlcəklər, daha sonra corablar, bunlar lap kiçik olduğuna görə belə Minisodan paltar torbaları almışdım, amma Trendyoldan da ala bilərsiniz. Corabları, əlcəkləri, papaqları, önlükləri mən bu torbaların içərisində yudum. Bu torbalar ölçülü olduğuna görə, yəni balaca, orta və böyük olduğuna görə, yəni geyimlərinizi də, uşağın geyimlərini də bunun içərisində yuya bilərsiniz. Paltarları bu torbada yuyanda yaxşı olur. Yəni bir dəfəlik əlinə atırsan maşına, bu torbanı götürürsən, bu qədər. Yoxsa bir də xırda-xırda gərək paltarları seçəsən maşının içindən. Mən bu balaca torbanın içərisinə doldurduqdan sonra balaca torbanı da böyük torbanın içərisinə qoydum. Daha sonra maşına qoydum. Çünki belə zamoklu olan torbalarda zamokun açılma ehtimalı olur. Bunların ipli versiyaları var. Onlar daha yaxşıdır. Əgər aranızda ana olmağa hazırlaşan xanımlar varsa, hələ ki paltarları yumayıbsa, mütləq bu torbalardan alın. Mən bunu 7 manata almışdım. Dediyim kimi Temuda və ya Trendyolda daha münasib qiymətə də tapa bilərsiniz. Mənim paltar yuyanım içərisində həm də qurutma proqramı olduğu üçün mən paltar yuyanı demək olar ki, 2 həftədən bir mütləq ümumi təmizliyini etməliyəm. Quruma zamanı paltardakı artıq tüklər, tiftiklər, tozlar məndə bu hissəyə yığılır. Paltar yuyanın ümumi özünün təmizləmə rejiminə qoydum. Daha sonra içərisini, aşağı filtrini, hər tərəfini tərtəmiz təmizlədim. Paltarları dediyim kimi hissə-hissə aylarına görə yudum. Qurutma aparatına atmadım, çünki qurutma aparatında istər-istəməz biraz geyimlər kiçilir.
Bunlar isə yeni ildə qızım üçün alınan ilk hədiyyələr idi. Bunları da istəyirəm ki, göstərim. Çox gözəldilər, çox şirindilər. Mən bu qanadlı pəri qızlarını çox bəyənirəm, çox zərif görsənirlər. Bu zamoklu bodilər deyirlər ki, çox rahat olur. Düzdür, biz demək olar ki, hər şey alandan sonra onu bilmişik. Qızımın heç qırmızı paltarı yox idi. Bu da ailəvi dostlarımız tərəfindən hədiyyə gəlib. Çox sağ olsunlar. Dolabda yer çox olduğuna görə mən bütün paltarları demək olar ki, rahat bir formada qatlalamışam. Mənim üçün necə rahatdırsa, nəyi necə mən özüm rahat götürəcəmsə, o formada qoymuşam. Bunlar isə 3-6 aylıq paltarlar olmalıdır, səhv etmirəmsə. Bəli, elədir. 3-6 aylıq paltarlardır. 0-3-ü bitirdim. Yeni dolmuş geyimləri bitirdim. İndi isə bunları yuyub, ütülüyüb yerinə asıram. O taxta bölməli, üzərində rəqəmlər yazılan bölmələr əslində çox yaxşıdır. Adam bilir ki, hansı geyimlər hansı ölçüyə məxsusdur. Bunlar da 6-9 aylıq ölçülü geyimlərdir. Bunlar da həmçinin etiketlərini kəsirəm, yuyuram, ütülüyürəm və yerləşdirirəm. Ümumi otaq turu videosunda görəcəksiniz, dolab böyük bir dolab olduğu üçün mən bütün artıq əşyaları, yəni stokladığım məhsulları dolabın özündə elə qoyacağam. Düzdür, buradan bir çox şeyi bələmə masasına qoyacağam, orası heç, amma əlavə nələr varsa stoklayacağım, onları elə o dolabda saxlayacağam. Bu qızımın xəstəxana çıxışı geyimidir. Bunu xalası hədiyyə alıbdı, sağ olsun. Burada da dəsmallar var, biraz qalın ədyallar var. Bu unicornlu ədyalı çox bəyənirəm. Bunları da yuyuram. Müslüm parçalar var, onları da yuyuram. Mən qısa rejimdə yuyuram, amma yaxalamanı çox verirəm. Sıxmanı isə 800-dən artıq da çalışıram ki, sıxmayım.
Bu xəstəxana çıxışı geyimini də ayrı bir torbada yuyuram. Bunu, yəni digər geyimləri heç qatmadım. Əlcəyi, daha sonra naskısı deyim, corabı deyim, papağı və bir dənə də belə qəşəng bir adyalı var. Bunların hamısını bir torbaya yığıram və o torbada da yuyuram. Dolabda yerim çox olduğuna görə mən əslində corabları belə ayrı-ayrı yığmışdım. Amma sonra düşündüm ki, mən onu hər zaman ora qoymayacağam. Ona görə corabları götürdüm və belə qatladım. Bu orqanayzerin içərisinə qoydum. Ağlar var, rozova rənglər var və nude rənglər var burada, qəhvəyi tonlar var. Hamısını elə bir orqanayzerin içərisinə qoydum. Bələmə masasında mən əlimin altında olmasını istədiyim şeyləri qoyuram. Yəni nəyisə orada artıq bir nəyisə qoymaq istəmirəm. Yəni stoklamaq kimi. Məsələn, bezləri çox ölçülü bir formada qoymuram. Özünüz də görəcəksiniz. Sona doğru içərisini tam ətraflı çəkmişəm. Bunlar da süd vermə ilə bağlı olan məhsullardır. Süd sağan aparat, süd saxlama poşetləri, sinə üçün baxım kremləri və s. Bu orqanayzeri də mən Temudan almışam. Bunun üzərində əslində bantiki var. Sadəcə bantik yaxşı yapışdırmamışam. Onu yapışdıracağım sonra. Bura qulaq çöplərini, pambıqlarını və ağız təmizləmə olan çubuqlarını qoyuram. Butulka, əmzik, baxım məhsulları olaraq mən yalnız Çikodan seçim etmişəm. Əlbəttə ki, əgər alınmasa, düşməsə uşağa bunlar, zamanı gəldikdə ehtiyac olarsa başqa bir firma ilə əvəzləyərik. Bu dəst butulkanın içərisində 4 dənə butulka var. 2 dənə 150 ml, 2 dənə 250 ml, bir dənə 0,6 ay əmzik, bir dənə əmzik təmizləyən, yəni butulkanı təmizləyən fırça. Uşaq üçün aldıqlarımı qutulardan çıxardıram. Çünki bələmə masasındakı o orqanayzerlərə qoyacağam.
Bu qutuda isə artıq 9, 12, 12 aydan sonraki geyimlər var. Burada da yenə etiketlərini kəsirəm. Bunu isə ayrılıqda mən ayıracağam. Yəni 9, 12-ləri bir və 12 aydan sonrakiləri də bir ayırıb, yuyub, ütülüyüb yerləşdirirəm. Burada ölçülərini göstərirəm ki, yəni tək 9-12 deyil, yəni 18. Hətta bəzi 1-2-dən geyim var idi, gördüm ki, onlar isə 2 yaşa məxsus idi. Mamam ölçüsünə baxmadan nəyi bəyənibsə demək olar ki, alıb. Xəstəxana çıxışı geyimini də ütülüyürəm. Əlcəklərini, papağını, geyimin özünü. Bu papağın qırçınlarını çox sevirəm. Mən görmüşəm sayda papaqda çıxardırlar uşağı. Onda uşağın başı elə də yaxşı görsənmir. Amma belə qırçınlı olanda uşaq daha şirin görsənir. Bu dəstin içərisində altdan geyinmək üçün body yox idi. Ona görə də özümdə nə varsa, hansısa bir body, onu götürəcəm xəstəxanaya aparanda. Kim əgər bu geyimi bəyəndisə, mənə deyər, mən ona linkini göndərərəm. Qızımın baxım məhsullarını da bu orqanayzerə belə yığıram. Bu orqanayzeri də Temudan almışdım. O digər pambıq qulaq çöpü qoyduğum orqanayzerin digər tayıdır belə desəm. Bu orqanayzeri də elə beləmə masasının üzərində saxlayacağam ki, gündəlik olaraq bezini dəyişəndə mənim üçün rahat olsun. Bunları açıb qoxusuna baxmışam. Çox gözəl qoxuları var. Əsl uşaq iyi gəlir bu məhsullardan. Mən bu beləmə masasının birinci sürməsinə, pamperslər qoyduğum sürməyə 3 dənə yaş salfetka qoymuşdum. Sonra onları götürdüm, bunu qoyuram. Çünki mən buranı dediyim kimi stoklamaq üçün yox, sadəcə əlimin altında gündəlik istifadə üçün nəzərdə tutmuşam. Nədən nə qədər artıq varsa, digər paltar dolabındakı bölməli hissəyə qoymuşam. Oranı da göstərəcəm. Digər ikinci sürməyə isə belə qayçıdır, daraqdır, bunları qoyuram. Bunları niyə qutuda qoymuşam? Çünki bunları xonçada istifadə eləyəcəm. Ona görə hələ ki qutu qoydum, onları açmadım. Əlbəttə ki, açandan sonra qutusuz formada gündəlik olaraq qoyacağam. Butulka olaraq isə bir dənə 150 ml butulkanı qoyuram. Digər 3 dənəni də elə o dediyim stokladığım dolaba qoyuram. Üçüncü sürməyə isə ağız dəsmallarını, corablarını, əlcəklərini bunları qoyuram. Dördüncü sürmədə isə süd verməklə əlaqəli məhsulları qoyuram. Aşağıdan ikinci dolaba adyallardır, balaca, belə nazik, qalın adyallardır. Daha sonra müslin parçalardır, bunları qoyuram. Bunlar da prostinyalarıdır, hamam xalatıdır, dəsmallarıdır. Əgər videomu bəyəndinizsə, sizə də faydalı oldusa, nə xoş mənə. Videomu bəyənməyi, rəy yazmağı, kanalıma abunə olmağı unutmayın. Növbəti videom isə tam ətraflı formada otaq turu